Şaban xanım, niyə indiki müğənnilər elə YouTube-a mahnı qoyurlar, deyir milyon, 30 milyon mahnın baxıldı, 50 milyon mahnın baxıldı. Həmin müğənnilər 5 gün, 10 gün konsert eləyə bilməzlər. Yox, elə Yaxşı ki, bilməzlər. onlara qapı bağlıdır. Heydər Əliyev Sarayın qapısı yaxşı ki, onlara bağlıdır. Yox, niyə elə deyirsən? Yox, mən az deyiləm. Yaxşı musiqini düşünürəm ki, Güzel xanım, baxın. göstərmək lazımdır. Yaxşı musiqi, pis musiqi birincisi yoxdur. Pis musiqi yoxdur. Pis təqdimat var. Bu bir. İkincisi, hər kəsin öz baxıcısı var. Klasik musiqi sevən, klasik xanəndəliyi sevən, nə bilim, arabesk sevən, hər kəsin öz baxıcısı var. Nə istəsən də sizin super ifa etdiyinizi dəyərli sənətkarlar bəyənə bilər. Bir adi bir məsələn, insan evdə oturan deyir, bəyənmirəm də. Mən məsəl üçün Xeyransaya qulaq asıram, nə bilim, kiməsə qulaq asıram. Biz ona deyə bilərik ki, niyə ona qulaq asırsan, buna qulaq as, bu keyfiyyətlidir. Bunu deyə bilmək olmaz. Bu zövq məsələsidir. Ona görə də hamısı bizim xalqımızın balalarıdır. Hara qoymurlar, o artıq rəsmi söhbətdir. O işlərə mən qarışmıram. Amma vaxtında Filarmoniyadakı konsertləri, elə o vaxtı Lenin Sarayıda, Lenin Sarayının konsertlərini bayağı dedikləri müğənnilər partladırdılar, doldururdular. O dövlət müğənniləri ki var, bu faktdır. Məni kimsə izləyirsə, acıqlar da gəlsə, xoşlar da gəlsə, gəlməsinə. Baloğdan Əşrafovun konserti partladırdı. Filarmoniyanı da, Lenin Sarayını da. Ondan sonra hamısı, kimlər ki bayağı deyirdilər də. O vaxtı bayağı, Məmməd Bağı kimi sənətkara bayağı deyirdilər. Ağdadaş Ağayeva bayağı deyirdilər. Baloğlan Əşrafov bayağı deyirdilər. Adam sənətkar olub. Hər nə olsun? Adam sənətkar olub. Siz indi deyirsiniz də, onda demirdilər sənətkar bunlara. Onda da çıxırdılar, elə sizin kimi danışırlar ki, onlar bayağıdılar. Nə bilim, kirpi jurnalı vardı, ora vururdular. İnsanlar gözəl oxuyur da, tamaşası da gəlirdi. Bizim ixtiyarımız yoxdur ki, biz kiminsə sevdiyi bir insanı dışlayaq, yəni pisləyək. Bəyənmirsən, bəyənmə. Kanalı çevir. Bəyənmirsən, bəyənmə. Konsertinə getmə. Güzel xanımda bir məqam deyil. Baxın, hansı məqam deyil. Elə ifaçılar var ki, sarayda konsertə icazə vermirlər, bəli. Həmin ifaçılar necə radioda mahnıları da getirir. Sizə qurban, adam mahnı oxuya bilmir, adam ümumiyyətcə oxuya bilmir, adam musiqini bilmir, notu bilmir, adam düzgün tələffüzü yoxdur. Amma gündəmdə, bugün... Nəyəsə görə gündəmdədir, tamam, başa düşdüm. İndi 5 nəfər, 10 nəfər sevir, 5 nəfər, 10 nəfər deməyimi. Əslinə qalanda mən sevmirəm deyənlərin belə çoxu onları görəndə şəkil çəkdirir. Bilmirəm, bu məşhurluqdan mı irəli gəlir, yoxsa haranı açırsan adamın gözü mazol olur onları görməkdənmi? Xeyr, məşhurluqda irəli gəlir. Bunun üçün heç müğənni olmaq lazım deyil. O fenomen deyirsiniz, bloger deyirsiniz. Onlar ki, məşhurlaşdı, onlarla da şəkil çəkdirmək istəyənlər olur. O heç. Onlar hamısı populyarlığı, reklamın bir qoludur. Yaxşı qoldur, pis qoldur, heç ona fikir verməyəcək. Yəni, sənətkarlar, Aygün bəylərdən söhbət gedir bu günlərim. Aygün bəylər kimi sənətkarla ola bilsin ki, oxumaqdan xəbəri olmayan, amma dəhşətli dərəcə populyar bir insan gələr konsertə və Aygün bəylər, Allah ona rəhmət eləsin, o gələr. Aygünlə şəkil çəkdirməzlər, gedib onunla şəkil çəkdirirlər. Bu, keyfiyyətə dəlalət eləmir. Bu, reklam, marketinqə dəlalət edir. Onları qarışdırmaq olmaz. Siz keyfiyyətli mahnı oxuyursunuz, sizin öz dinləyiciniz olacaq. Sizə 101 milyon baxış olmayacaq, sizə olacaq 10 min baxış. 10 min baxış olacaq. Amma 10 min baxış, o 1 milyonu üstələyən kalitədir. Doğrudur. Başa düşürsünüz? Ona görə üzülmək lazım deyil. Mən ümumiyyətcə üzülmürəm Şaban xanım. Sadəcə olaraq həqiqətən bugün gündəmi zəbt eləyən, Azərbaycan musiqisini də yerlə yeksan eləyən, belə deyim, reklamı ilə çox dırnaq arası və bayağı musiqi ifaçılar var ki, mən onları gerçəkdən qəbul etmirəm. Çoxdur. Üçün deyin, biz bilək. Özünüz açırsınız, baxsın, mən onların adını niyə çəkim ki? Onda mən çəkim, siz deyin, bayağıdır, bayağı deyil. Ehtiyac yoxdur. Yəni, həqiqətən də var da, TikTokda baxırsınız. Bugün daha çox sevilir, bax, tamaşaçılar yazırlar da, sevilir, bax, YouTube-da baxışlar da yüksək, Nəfəsdir, Vəfadır, Şəbnəmdir. İndi bu üç xanımın adını çəkir, hamı bunları çəkir, amma təkcə belə deyim də, bu xanımların adını çəkmək lazım deyil. Çünki onlardan sonra yeni nəsil ifaçılar gəlibdilər. Bu üç xanım bayağıdır, bayağı deyil. Valla, sevənləri çoxdur, hər birinin xətrini çox istəyirəm.
Amma mən bunları nəzərdə tutmadım. Nəzərdə tutduğum başqa ifaçılar Yox, mən var ki... bu günləri aktual olan və tamaşaçıların sevdiyi 3 ifaçının adını çəkdim. Saydıqların arasında eləsi var ki, canlı. Adam üstəlik var. Şəbnəm xanım əməli başda ifaçıdır, ifa Bəs eləyir. nəfəs? Mahnıları maraqlıdır. Yəni dinlənilir, sevilir Vəfanında Aralda həmçinin. nə istəyirsən? Yox, Üçü də qəşəng mən yoxdur. onları demirəm. Üçü də qəşəng qızdılar. Yox. Üçü də Söhbət populyardılar. Kişilərdə belə şey yoxdur. Vəssalam. Kişilərdən kimi Gəl- deyə bilərsiniz? Mən onları demirəm. Ümumiyyətlə adını çəkmirəm. Yenə deyirəm, hər üçünün xətrini çox Canlı istəyirəm. ifadan Bu- söhbət gedirik. Bəli, canlı ifa başqa şeydir. Söhbət kalitəli ifadan gedirsə, yaxşı musiqidən gedirsə, günümüzdə o hansı ki deyirlər yarım saat. Bu gün 7 dənə yarım saatlıq toydayam. Son vaxt etibarı Yəni baxırsan ki, bu adamın Nəfəsin canlı ifasını bəyənirmi Gülzar? eşitməmişəm. Fonoqramlarına qulaq asmışam. Bir neçə mahnısı var ki, mahnılarının bəzilərini bəyənirəm, yalan Bəs Vəfa? deməyim. Vəfanın amma toy apardığını görmüşəm. Toyda da olmuşam, oxuyub da adamın üstə Allah var. Yəni görmüşəm, gördüyümü deyirəm. Amma bəzi ifaçılar var ki, qətiyyən nə bəyənmirəm, nə də istəmirəm ki, onlar çox məşhur olsunlar Azərbaycan musiqisinə, belə deyim. Yəni biabırçılıq olsun. Rəman, Bu sən mənim nə öz düşünürsən? şəxsi Sən mən fikrim. kişilərdən sual ver. Mənim arvadlarına nə işim var sən? Xanımlarına Niyə nə işim var? xanımlarla da Sən toya kişilərdən düşürsən? sual Toya ver. düşürsən ifaçı. Bizdə bəy ifaçılarda belə şey yoxdur. Bizdə hamı eynidir. Yəni var indi estrada ifaçıları, var başqa janr xalq, nə bilim pop, digər. Doğrudur, sizdə niyə Yoxdur vallahi. Yəni kim Sizə bayaq bizdə oxuyan kimsə yoxdur. çıxsın ki, mənim 15 dənə yarım saatdır. Hayır mən ama də- sizə bayaq oxuyan yoxdur. Bizdə hər sayaq oxuyan var amma Bayaq sayağı. hər sayaq oxuyan var amma bayağı ümumiyyətlə mən papamdan soruşuram Müşabə xanım. Deyirəm ki, o vaxt necə oldu? Mənim özümə maraqlıdır da. Deyir ki, elə o vaxtda da belə olub. Sadəcə olaraq efir, bu sosial şəbəkə olmayıb. Bunlar özlərini çox tanıtdıra bilməyiblər. Kanal Müşabə xanım düzgün vurğuladı. Bir kanalımız olub. Orada buraxmırdılar, senzura var idi. İndi rahatdır da oturur evdə Beni peyinlə sən niyə çalır. buraxmırdılar? Orada da pul qazanmaq bizdə söhbəti yaxşı sayılmır da. Bunlar ki toylara gedirlər, pul qazanırlar. Bunlar ikinci dərəcəli sayılır. Söhbətin hamısının başında bu dayanır. Bir də Ona tanınmaq görə. başqadır, sevilmək, 2 günlük sevilmək başqadır. Nəyə görə deyirəm? Baxın deyəcəm. Bax TikTok var. Hə, istər ifaçı olsun, istər bir də görürsən ki, dönər satandı. Elə bir hərəkətlər eləyir ki, bir həftə zəbt edir bütün ölkəni. Hamı ona baxır. Hə, buna bax, buna bax. İfaçılar da bu, bayağı ifaçılar da belədir. Bir də mahnı buraxdı bir gün. Bir gün. Niyə Bayaq bayağı ifaçı kimdir? Bayaq ifaçı kimdir? Biz də bilək. Mən sizə bir dənə söz deyim. Şeydir, Oppa Gangnam Kim Style bilir, çox oxudu. Bütün adını deyəndə, Oppa qardaş. Gangnam Style dünya çaxırında tanındı. Madonna ilə hətta durdu, oxudu. Heç o zaman indi yoxdur. Yəni o gəlib getmək başqadır. Onlara kifayət edir elə bir dəfə tanınmaq. Rəman, O bax, bütün balansını düzəldir. Dünyadan oturur, köçmüş çıxmasa müğənnilər da haqqında danışa bilirik ki, Nüsrət, Vallahi. Nüsrət. Bir də Ha, duzu, yoxdur. bir də belə İndi yoxdur. Tık 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 tık. İndi yoxdur. Müşabə Mən xanım, düşünürəm o ki, dünyadan rahat keçmiş gələn, rahat müğənnilər gedir. haqqında danışa bilirik ki, onlar haqqında vaxtilə deyirdilər ki, onlar bayaq müğənnilərdir. Amma hazırda yaşayan müğənnilər haqqında heç kim o sözü deyə bilmir. Bayağı müğənnilər, bayağı ifaçılar deyə bilirik, amma ad çəkə bilmirik. Niyə onunla üz-göz olmalıyıq axı? Üz-göz yox, tamaşaçı da bilməlidir. Əgər düz danışırıq. Tamaşaçı zaten bilir də kim nədir, Tamaşaçı kim bilmir. kimdir. Tamaşaçı bilsə milyonlarla baxışara Mən baxılır. çəkimdə biri mən, biri Eşət Qarayev. Ya, İkimiz özündən bir- başqa. iki nəfər. Özündən başqa. Ya mən vəbçi ümumiyyətlə sözü deyə bilirsən, deyə qızım. Ən gözəli. Deyə bilmirsən də. Ən gözəl. Heç Bəli. demə. Xanım, elə Orada deyil. tənə qurban. Bəli. Nala vurmaq, bıxa vurmaq, nə bilim biz onsuz da siz deyən kimi biz bildik kimdən deyirsiniz. Bunu deyəcəksən de. Deməyəcəksinizsə heç deməyin. Yox, demək lazımdır. Bilirsiniz niyə? Lazım Çünki nədir? bax, siz sənətkarsınız, qurban olum sizə. Demirsiniz və sizin kimi bir çox sənətkarlar demir. Mən çünki bəyənirəm. Bəli, mən bəyənmirəm. Mən bəyənirəm. Mən bəyənmirəm və Siz bu mənim bəyənmirsiniz, subyektiv fikrimdir, sizin bunu mən deyə fikrinizdir. bilərəm. Sizin öz Və fikrinizi düşünürəm ki, amma deyəndə bəli, burada nala və ya buxa vurmaq söhbəti yoxdur. Xeyr, mən ümumi kimisə danışmıyorum. Ümumi danışmıram. Zaten mən Adını sözümü deyə bilirsiniz, deyirəm. deyirəm demək Deyirəm, bilən də bilir ki, kimlərdən danışılır, kimlərdən Şəxsən mən söhbət bilmirəm gedir. Gülzar xanım. Şəxsən mən bilmirəm. Mən hər zaman deyirəm Onda ki, belə bəs çıxır ki, sizin zövqünüz zəifdir. bizim Çünki zövq. siz baxdığınız bütün hər kəsi düz dəyərləndirirsiniz də. mən- Yaxşı, əla keyfiyyətli dəyərləndirirsiniz Gözəl ki, xanım, bax, mən- keyfiyyətli Yox, ilə gözəl keyfiyyətli xanım. Sən seçmək söz olur. Baxın, Sən o mən səhifələrdə danışıram- paylaşırsan. Mən danışıramsa, Sən paylaşırsan səhifələrində Rəvan, gündə də görürəm. mən səni paylaşıram səhifələrimdə. Mən elə dedim axı biri mən. Mən danışıramsa ad çəkirəm. Danışmıramsa danışmıram. Bəzən mənə deyirlər ki, filan kəs sənə söz deyir. Deyirəm, qurban olum. Filan kəs mənim adımı çəkdi. Deyir, yox.
üzr istəyirəm. Yolla gedirsən, biri deyir uzun qulaq, çönüb baxırsansa demək ki uzun qulaq sənsən. Yolla gedirəm mən. Kim mənə nə deyəcəksə mən çönüb baxmayacağam. Mən deyiləm. Onun dediyi mən deyiləm. Deyirsən qardaş, mənim haqqımda xanım, ay bəy, mənim haqqımda deyirsənsə denə yalçın, ad çək. Baxın, Yalçın bəy, mən bura çıxmamışam ki, gəlim kimisə adını çəkim, burada kiməsə münsiflik eləyim. Xeyr. Mənim ona ehtiyacım da yoxdur, şükür Allaha. Sənətim, bugünə qədər təhsilim və bugün akademik səhnədə ifaçıyam. Bu da öz yerində. Sadəcə olaraq söhbət əgər Heydər Əliyev sarayında keçirilən konsertdən, keyfiyyətli musiqidən gedirsə, mən ifadə elədim ki, fikrimi, yaxşı ki, hər kəs ora buraxmırlar. Ona qalsa, bu günləri səsi ilə yox, vizual görüntüsü ilə, ağzının danışa bilmədiyi, efirdən kənar, etikadan kənar danışığı ilə efirləri alt-üst eləyən, insanlar da nəyə maraq göstərər, görə burada nə var, bu nə danışır, ona baxırlar sadəcə. İnanın ki, yaxşı keyfiyyətli insanlar heç onları dəyərləndirmirlər, heç onları baxmırlar, saymırlar. Söhbət bundan gedir. Yəni, keyfiyyətli və keyfiyyətsiz təqdimatdan, yaxşı ifa bilməməkdən. Bugün, belə pis çıxmasın, səhnədə olmaq, sənətdə olmaq təhsilli ifaçıların haqqıdır. Amma efirlərə baxırıq ki, yaxşı təhsilli ifaçılar qalıb geridə. Niyə? Çünki onların yaxşı maddiyyatı yoxdur. Bəzən, necə deyim, öz ədəblərinə, ərkanlarına sığınırlar, utanırlar kimdənsə nəsə istəməkdən. Onlar çıxa bilmirlər. Dırnaq ustası gəlir efirə çıxır, qurbanım, saç ustası gəlir efirə çıxır. Nə bilim, bilməm, hansı kafedə 3 gün oxuyan gəlir efirə çıxır. Gözəl xanım, tək o deyil. Axı bunu biz deməsə kim deyəcək? Yaxşı ifaçı deməsə onu kim deyəcək? Gözəl xanım, istedadı da irəli aparan ağıldır. Aha. Və insan öz istədiyi dırnaq ustası gəlib efirə çıxır. Dırnaq ustası cəhd göstərir ki, gəlsin ifaçı olsun. Niyə? Bu yaşdan sonra olmayan səslə. İbrahim Tatlıses'in təhsili yoxdur ki, amma İbrahim Tatlıses bugün... İbrahim Tatlıses'lə dırnaq ustasını yoxdursunuz, belə çıxmasın. Yox, dırnaq ustası insandır da... Yox, mən sənətdən söhbət edirəm. Mənim heç kəsin insaniyyəti ilə işim yoxdur. Tək sənət. Siz belə danışırsınız. Dırnaq ustaları var, çoban var ki, səsi ilə səni də, məni də hamını da yeyər. Çobandır, dağda qoyun otarır. Bu sənətində təhsildən söhbət getmir. Əgər dırnaq ustası yox, nə ustası olursa olsun, fitri istedadı varsa, ondan söhbət edir. Dırnaq ustası ola bilər, oxuya bilməz, haqlısınız. Eynən. Bax, mən onu deyirəm. Mən əlbəttə ki, mən özüm də qulaq asıram yaxşı ifaçıya. Əgər yaxşıdırsa, nə olur olsun. Mən sizə bir söz deyim. Bax, nağara ifaçıları, ən gözəl oxuyanları, hamısı nağaraçı ifaçıları, çoxları. Kimlər? Hacı Baba Hüseynov, Tələt Qasımov, canım səsin, Azər Zeynalov, Udarnik, Nadir Bayramlı, Manaf Ağayev, Cavanşir Məmmədov. Cavanşir Məmmədov qarmon ifaçısı. Alim Qasımov, hələ sənin bacın, Aygün bəylər. Yəni, elə bir, onlarda fitri istedad varsa, talihləri gətirib, gedib, məsəl üçün, başqa peşə ilə, bir qəşək oxuyurlar ki, yəni onlara dəstək olmaq lazımdır ki, oxusunlar. Doğrudur, o başqa məsələ, fitri istedad başqa şeydir, onu mən də heyranlıqla dinləyirəm, amma istedadsızı istedadlı adı ilə xalqa yedizdirmək, bu biabırçılıqdır. Onu heç kəs deməz. Heç kim demir. Özünə hörmət eləyən jurnalist, verilişinə çağırar. 5 gün efir aparır, 5 gün efiri doldurmaq çətin məsələdir. Mövzu da tapmaq çətin məsələdir. Bir gün, biz o vaxt həftə, mənim öz verilişim var idi. Ayda 4 dəfə veriliş olurdu da, yəni həftədə bir dəfə. Öyle çətin idi ki, müğənniləri dəvət eləmək. Mən çağırdım, bir çevrə getdi, bitdi, sonra kimi çağıracaqsan. Amma məsələn, verilişi doldurmaq üçün çağıra bilərlər, verilişi o qədər istedadlılar var ki, Şabaxan çağırırıq, gəlmir efirə. Hə, eləmək üçün, verilişi doldurmaq üçün. Amma bir də var ki, həmin o jurnalistsə çağırır, oxutdurur, danışdırır, dava eləyir, reyting yığır, amma ona heç vaxt sənətkar demir. Onlar var. Məsələn, Yalçın çağırar, oxutdurur, amma sənətkar deməz. Mən hər zaman deyirəm ki, məşhur olmaq olar, amma sevilmək bir başqadır. Ay sağ ol, ay. Bir çoxları məşhur. Bir də ki, Gülzar xanımın sözünə mən bir əlavə eləyim. Bəzən biz həyatda onsuz da nə istəyiriksə onu qazanırıq. Nəyə çox istəyirik, Allah onu bizə verir. Biz pis əməl də istəsək, Allah bizə şərait yaradacaq ki, o əməli elə. Biz yaxşı istəməliyik, o istedadlılar da can atmalıdır. Zəng eləməlidir. Bax, Tarix Əliyev, prodüser, mənə zəng elədi. Dedi ki, Zümrüd xanımı istəyərdim ki, verilişə dəvət eləyəsən. Mənim yadımda deyildi.
baxdım xanımın ifasına, bəyəndim, dəvət elədim. Yəni cəhd göstərmək lazımdır. Bəli, təbii ki, mən də elə bayaqdan istəyirdim. Tarix bəyə təşəkkür eləyim. Yəni onun o vaxt rəhmətli Aygünlə dost olublar çoxdan. Sonra Aygün biraz sənətdən kənarlaşdı. Aygün dünyasını dəyişəndən sonra Tarix bəy məni axtardı, tapdı. Dedi ki, mən sənə dəstək oluram. Və canlı efir vasitəsilə bütün, yəni kim var, yaxını, dostu, hamısına xahiş elədi ki, mümkünsə dəstək olun Zümrüdə. Təşəkkür edirəm, gözəl insan. Təbii ki, bəlkə də mənim sənətimdir. Mən böyük istəmirəm danışmaq bizim sənətkarımız. O mənada yox. Mənim musiqi bəlkə də duyumum olmasaydı, bəlkə də Tarix bəy deməzdi ki, Deyərdi ki, yaxşı qızsan, Aygünün bacısan, böyük hörmətin var, Bəli. amma oxuya bilmirsən Bəli, də. Yəni, o bəli. deyil. O deyər. Bugün Nüşabə xanım da Sağ olsun. pedaqoqdur. Bugün nə qədər tələbələri var? Bax, Gülzar xanım bayaq onu dedi, mən ümumiyyətlə dinləməyi xoşlayıram. Adam məsələn bəzən o deyir, ağız deyən qulaq eşitmir, o onun sözünü kəsir, bu onun sözünü kəsir, xoşlamam. Mən Bizim insanın verilişimizdə olmur. Hə, insanın fikrini axıra kimi dinləmək və oradan nəticə çıxartmaq istəyirəm. Görüm bu insan nə demək istəyir. Gənc ifaçılar var ki, çox istedadlıdırlar. Mən də xahiş eləmişəm Alibi televiziyasından da. Mənim tələbələrim var İncəsənət Universitetində. Gözəl oxuyurlar, amma maddiyyatları o qədər yoxdur. Yəni, onların efirə ehtiyacları var. Görsənməyə, həvəslənməyə, stimul almağa ehtiyacları var. Onlara dəstək olar. Bir də var, ya sponsoru tərəfindən maliyyələşmiş müğənni, ya da ki, özünün doğrudan da bir çalışdığı yeri var ki, yaxşı qazanır, öz-özünü maliyyələşdirir. Yəni, istər-istəməz ödənişli verilişlər var. Bu, özəl televiziyadır. Burada işçilərinə maaş verməli televiziyalar. Nənə verməlilər? Sponsor olmasa, reklam verici olmasa, Nüşabə xanım, baxın, onlar ödənişli olmaz. O qədər istedadlılar var ki, dəvət edir, gəlmirlər. Hələ o da var, bəli, o da var. Bir də, məsəl üçün, mənim özüm, məsəl üçün, çəkilmişdim bir qırağa. Çünki müəllimliyə açıram. Ondan sonra özümün ailə qayğılarım. Deyirəm, yetər də, bu qədər oxumuşam. Başqa, yəni, qanararlı işlərim də var. Yəni, mən efirdən uzaq düşmüşdüm. Rövşən Giliz, yenə dedim, sağ olsunlar, məni həvəsləndirdilər ki, yəni, efirə getmək lazımdır. Amma bu efirə gəlmək, bizim sənət adamlarıdır, gözəl ifaçılar, istedadlı ifaçı, sənətkarlarımız. Efirlərə nə üçün gəlmirlər? Birincisi, uzun illərdir efirlə çıxırlar, yorulublar. Həqiqi də. İkincisi, biraz abırlanırlar ki, nə olub, hər zaman mən. Qoy, biraz da cavanlar çıxsınlar. Hələ hər zaman mən olmaz. Üçüncüsü də ki, mən saat 3-də, məsələn, bayaq Tərənə xanıma deyirəm, yay Tərənə, saat 3-4 işləmiş yatmışam, 6:30-a da budilniki qoymuşam ki, salona gedəcəm. Bu mənim üçün çətindir, yəni tezdən durmaq. Həmişə mən bu səhər verilişlərini, aparıcılarına, burada çalışanlara deyirəm, halal olsun sizə, valla. Hə, yuxu məsələsi çox mənim öz payıma deyirəm və çoxları da mənlə razılaşır ki, bu qəriz bir məsələdir.